Dostlar salam. Növbəti məntiq testimizi həll edək. A8B vurulmuş B7-ni verir. Və buradan A plus B vurulmuş C-nin neçə bərabər olduğunu tapmağımızı istəyir. Bu tip testlərdə çalışmaq lazımdır ki, elə bir hissəsindən vurulma ifadəsinə yanaşaq ki, biz hansısa dəyişənin qiymətini əldə edə bilək. Və baxdığımız kimi C7A üzərinə 960, bir də A-nı gəlib 96 A-nı. Və alınan ifadədən rəqəmlər var və biz də bu rəqəm olan yerlərdə dəyişənin qiymətini tapa bilərik. Baxırıq ki, A-nı olduğu kimi yazıb. Sonra 7-nin üzərinə A gəlib 1 edib. Deməli, A 4-dür ki, 7-nin üzərinə 4 gələndə 11 edir. 1 yazır, 1 yadda. Və A-nın olduğu yerlərə 4 yazaq. Sonra isə C-nin üzərinə 6 gəlib 0. Bir də yadda var idi 7 plus 4-dən 1 yazmışdıq, 1 yadda. Bu 6 olur 7. Və C də 3-dür ki, 3-ün üzərinə 7 gələndə 10 edir, 0 yazırıq, 1 də yadda. C-nin də 3 olduğunu tapdıq. Və C-nin olduğu hissələrə 3 yazaq. Baxırıq ki, 3-ün üzərinə 9 gələndə 12, bir də yadda var idi 13. 13 yazılıb. Deməli, biz C və A-nın qiymətlərini tapdıq. B-nin qiymətini tapmağa çalışaq və baxırıq ki, 7-ni vurub 4-8B-yə alıb 3374. Deməli, biz 3374-ü 7-yə bölsək, 4-8B-ni alarıq və buradan da B-nin qiymətini müəyyən etmiş olarıq. 3374 bölünmüş 7. 33-ü 7-yə böləndə 4 edir 28. 33-dən 28 çıxanda 5 qalır. 7 də gəlir, 57-ni 7-yə böləndə 8 edir. 8, 7-miz 56. 57-dən 56 çıxanda 1, bir də 4 də yazırıq. 14-ü 7-yə böləndə də 2. 2, 7-miz 14, 0. Deməli, biz aldıq ki, 3374-ü 7-yə böləndə 482 edir. 482 və B-nin də 2 olduğunu tapdıq. Biz ABC dəyişənlərinin qiymətini müəyyən etdik. İndi isə baxırıq ki, birinci vurma əməli yerinə yetirməlidir. Deməli, 2-ni 3-ə vuranda 6 edir. 4-ü də 6-nın üzərinə gələndə 10-a bərabər olur. 10 da bizim D variantına uyğun gəlir. Dostlar, testlə bağlı hər hansı suallarınız olarsa, yorumlarda yazın, tezliklə cavablandıracağım. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.